Salam, əziz izləyicilərimiz. Xanımımız Leydi Şarımdan bir dənə belə bir don alır. Xanım deyir ki, mən modelini üzrə dəyişdirmək istəyirəm, xoşlamıram. Bunun qəşəng broşkasını çıxardırıq. Xanıma bir qəşəng kostyum biçəcək. Siz də baxın, onu izləyin. Görün necə edirəm. Bismillah. Kəsdim donunu. Başladı. Bax, bu ətək hissəsidir. Xanımlar kəsdi. İndi xanıma bir qəşəng kostyum biçəcək bundan. Tam şəkildə hazır olandan sonra göstərəcəm. Yəni, sinarovka qaydasını öyrədirəm. Bura qol oyuntusudur, kostyumu, letni kostyumu. Bura çiyin hissədir. Burada varatnik olacaq, letni kostyumdur. Kürəyin eni 20 sant olmalıdır. Yəni 2 yerə böləndə kürəyin eni 40 olur, 20 də götürür. Bax elə. Bu arxa hissədir, bu qabaq hissədir, bu varatnikdir. Ətək hissədə bax buradır. Belə. Əziz izləyicilərim, bir daha yenə salamlayıram sizi. Bu yaxı kəsdiyim kostyumum, indi letni kostyumun varatnikinə. Baxın, görün necə alınıbdır. Kim istəsə, belə kostyumlar gözəl mod evində tikilir. Ucuz və keyfiyyətli. Buyurun, gəlin. Əziz izləyicilərimiz, indi də bax, kostyumumuzun qol hissəsini tikdik. Varatnik hazır, qol hazır. Qalıb, ütülüyüb pleçini taxmalıyız. Bu günləri mən bu kostyumu 2 saata tikdim. Baxın, siz də buna qiymət verin. Əvvəlki videolarımı çəkmişəm, onu da paylaşacağımdır. Bax, bunu da paylaşıram. Letni kostyumdur. Yalnız xanım belə boş letni kostyum istəyir. İçinə də baxın, səliqəsinə. Və baxın, siz də qiymətimi verin. Necədir? Kim istəsə ucuz və keyfiyyətli materialdan tikə bilərik. Varatnikin səliqəsinə baxın. Xeyirli olsun.